Bakıda Milli Diabet, Endokrinologiya və Tiroid konqresləri keçirilib. Bakıda Azərbaycan Milli Diabet Konqresi, 4-cü Endokrinologiya və Metabolizm Konqresi və 1-ci Milli Tiroid Konqresi keçirilib. Konqresdə yerli və xarici mütəxəssislər diabet, tiroid və metabolik xəstəliklərin müasir diaqnostika və müalicə üsullarını müzakirə ediblər. Bu vacib bir tədbirdir, çünki endokrin xəstəliklər bütün dünyada artırılır. Necə elə eləyək ki, bu xəstəliklər olmasınlar? Bizim bu konqreslərin əsas əhəmiyyəti odur ki, həkimlərlə yeni kəşflərdən, təbabətdə yeniliklərdən, dünyada və bizim respublikada olan yeniliklərdən istifadə eləyək, bölüşək bu biliklərimizdən. Bu toplantıda həkimlərin elmi praktik vərdişlərinin artırılması yönündən, onların biliklərinin artırılması üçün çox önəmli bir konqresdir və bu kimi biliklərin praktik olaraq həkimlərə çatdırılmasını hədəfləyir. Xarici qonaqlarımız var. Şəkərli diabet yalnız klinik diaqnoz deyil. Bu mütəmadi olaraq nəzarət, düzgün müalicə strategiyası tələb edən qlobal bir problemdir. 2 gün davam edən konqresdə elmi məruzələr təqdim edilib, praktik sessiyalar və geniş müzakirələr aparılıb.